Peyğəmbərimiz buyurur, "Unzur ilə sidqil hadis və da ilə mana." Baxın, doğru danışmağa və əmanətdarlığa. Əmanətdarlıq, doğru danışmaq bu ümumbəşəri bir dəyərdir. Peyğəmbərimiz də bunu meyar verir. Namaz qılmaq əlamətdir. Yaxşı insanın əlaməti ola bilər, nişanəsi ola bilər. Amma biz deyək, bu adam namaz qılır, hətta gecə namazı qılır, həccə gedir. Bunlar din daxili dəyərlərdir. Din daxili dəyərdir. Amma yenə də əgər bu bir insanda həqiqətən də gecə namazı varsa, həqiqətən də bir insan namaz qılırsa, o dəyərdir, meyardır elə. Amma çünki biz bilmirik, cəmiyyətin, o namaz qılanların qəlbindən xəbərdar deyilik. Ona görə o əlamət olur, yaxşı insanın əlamətidir. Amma meyar nədir? Peyğəmbər burada meyar deyir. Təbii olaraq dəyərlərin də bir nişanə mənasında var. Dəyər öz-özlüyündə əgər bizə isbat olsa, bəli, o dəyərdir. Amma biz bilmədiyimiz üçün Peyğəmbərimiz həm dəyərin özünü deyir, həm də onu meyar qərar verir.